Mən indi sizdə hər hansı bir evi soruşsam, siz təxmini deyə bilərsiniz. Təxmini deyə bilərəm. Əlbəttə təxmini deyə bilərəm. Soruşun. Bura məkan olaraq yaxşıdır, amma məsələn belə ev istəmirəm. Nəyə görə? Nə xoşunuza gəlmədi? Bu mənim üçün çox böyük evdir. Çox böyük evdir, bəli. Orada gəlir yaşamaq üçün ən azı bir 3 dənə uşağım olsun. Elədir, böyük evdir, hə. Və ona baxmaq da var, o evlərin əlbəttə. Amma doğrudan o qədər peaceful ərazidir bura. Mən təsəvvür edirəm ki, yəni burada yaxşı təqaüdə çıxmaq olar, yəni. Sakitçilik. Çox gözəl bir yerdir. Ailə üçün, uşaqları böyütmək üçün. McLean'dir, sonra başqa da Great Falls var, Vienna var, Octon var. Bu şəhərlər ümumiyyətlə çox gözəl ailəvi yerlərdir. Baxmayaraq ki, bu evdə böyükdür, amma mənim ən çox sevdiyim formadadır bu ev. Belə bir ev. Görüntüsü yəni çox kubik kimi deyil. Bəzi evlər var, özünüz görmüsünüz yəqin DC-də. Yəni bildiyiniz dörd bucaqlı bir formada eybəcər evdə heç bir gözəlliyi yoxdur. Bəli, var, olur belə. Amma belə gözəl formada evlər görəndə sevirəm, çünki gözəl görünür. Məsələn, bax bu evlərin qiyməti təxminən. Belə bir evin qiyməti, bu ev təzə evlərdən deyil. Bu evin heç olmasa bəlkə 15 ya da 20 il yaşı var. Belə baxanda. Amma çox gözəl baxırlar ona, onu da görürəm. Belə baxanda mən onu da deyə bilərəm. Sahib qulluq eləyirmi evə ya yox? Biz belə bax 2 dəqiqə mən sizə deyə bilərəm. Nəyə baxıram? Damına baxıram, pəncərələrinə baxıram, həyətinə baxıram və görürəm ki, qulluq eləyirlər və bu evin qiyməti hardasa 2 milyon .1, 2 milyon .2 ola bilər. Və bu evi tutaq ki, mən ipoteka ilə alsam, yəni mortgajla alsam, ilkin ödəmə ən azı nə qədər verməkdir belə şey? Nədən asılı olacaq? Sizin ilkin ödənişdən. Əgər 20% deyək ki, 2 milyonun 20%-ını siz ödəyirsinizsə öncə, əlbəttə ipoteka sizə interes necə deyərlər? Faizləri biraz aşağı verərlər. 20% ödəmirsinizsə, faizlər biraz yuxarı ola bilər. Amma məncə belə bir evin ola bilər ki, 8-9 min arası ilkin ödəmə? Aylıq ödəmə, aylıq ipoteka 8-90. Yenə də ora vergi də daxildir və sizin sığortanız da daxildir bu qiymətə. Deməli, çox pul qazanmaq lazımdır. Çox pul qazanmaq lazımdır Amerikada. Deməli, ayda ən azı bir 20 min dollar qazanmalıyam ki, 8 min mən aylıq ipoteka ödəyim. Doğru.